Xoş gördük sizi əziz dostlar. Hər birinizi Dost TV-nin efirindən salamlayırıq. Gününüz xeyirli və uğurlu olsun. Biz bu dəqiqələrdə sosial saatdayıq və maraqlı bir mövzu ətrafında danışacağıq. Biz danışacağıq gender bərabərliyi mövzusunda, əmək bazarında gender bərabərliyi mövzusuna toxunacağıq və bizim studiyamızın qonağı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin rəisi Etibar Vəliyevdir. Xoş gəlmisiniz Etibar müəllim. Çox sağ olun, təşəkkür edirəm. Etibar müəllim, əmək bazarında gender bərabərliyi nə deməkdir və bu anlayışın əsas prinsipləri hansılardır? Əmək bazarında gender bərabərliyi kişi və qadınlar arasında əmək münasibətlərinin tənzimlənməsi və ayrı seçkiliyin yol verilməməsi ilə bağlıdır. Məlumat üçün bildirək ki, 1979-cu ildə BMT-nin qadınların əməyinə qarşı ayrı seçkiliyin qarşısının alınması ilə bağlı və gender bərabərliyi ilə bağlı konvensiya qəbul olunub. Azərbaycan 1995-ci ildə həmin konvensiyaya qoşulub və 2006-cı ildə Azərbaycanda gender bərabərliyi haqqında qanun qəbul olunub. O qanunun tətbiqi ilə əlaqədar illər dövründə müvafiq tədbirlər görülmüşdür ki, bu gender bərabərliyin qarşısının alınmasına töhfəsini verə bilsin və son ildə 2026-2028-ci il üçün gender bərabərliyi haqqında dövlətin fəaliyyət proqramı təsdiqlənmişdir və həmin fəaliyyət proqramı üzrə ayrı-ayrı nazirliklər və komitələrə gender bərabərliyin qarşısının alınması üçün bu illər ərzində görüləsi tədbirlər bir vəzifə olaraq qoyulmuşdur qarşılarına. Bəs Azərbaycanın əmək bazarında gender bərabərliyinin təmin olunması üçün hansı hüquqi mexanizmlər var? Azərbaycanda dediyim ki, gender bərabərliyinin təminatı üçün gender bərabərliyi haqqında Azərbaycan Respublikasının qanunu, sadaladığım 2026-2028-ci illər üçün fəaliyyət proqramı və o fəaliyyət proqramları ilə gələn məsələlərin tənzimlənməsi, o cümlədən Azərbaycan Respublikasının əmək məcəlləsi bu fəaliyyət proqramının işlənməsi üçün əsas fəaliyyət istiqamətləridir. Son illərdə gender bərabərliyi ilə bağlı əmək qanunvericiliyinin hansı əsas dəyişikliklər edilib? Gender bərabərliyi ilə bağlı məlum məsələdir ki, Azərbaycan sosial cəhətdən inkişaf etdikcə bir çox qanunlara dəyişik etmə zəruriyyəti yaranır. O cümlədən əmək məcəlləsində də son illərdə köklü dəyişikliklər aparılmışdır. 2026-25-ci ildə edilmiş dəyişikliyə görə gender bərabərliyin qarşısının alınması üçün qadınlara bir 600-dən yuxarı iş yerlərində fəaliyyətlərinin göstərmələri qadağan olunmuşdur və indi yeni dəyişikliyə görə onların bir qismində qadın əməyindən istifadə olunması icazə verilmişdir. Məsəl üçün, əvvəlki qanunvericiliyə görə hamilə və 3 yaşa qədər uşağı olan qadınların ezamiyə göndərilməsi qadağan olunmuşdur. İndiki şəraitdə isə onların razılığı ilə bu ezamiyələrin göndərilməsinə yol verilir. Elə sahalar vardır ki, zərərli olmayan sahalar, bir qədər ağır olan sahalar vardır ki, orada qadın əməyindən istifadəsi qadağan olunmuşdur. Burada da eyni zamanda onların razılığı ilə bu sahalarda fəaliyyət göstərmələrinə icazə verilir. Məsəl üçün, əvvəllər qadınların nəqliyyat vasitəsi, yük maşınlarının idarə edilməsi qadağan olunmuşdursa, indiki qanunvericilikdə dəyişiklikdən sonra onların o sahədə fəaliyyətlərinə icazə verilir. Aydındır. Bir belə yeniliklər var bu sahədə. Bəli, bəli. İşə qəbul zamanı gender əsaslı ayrı seçkiliyin qarşısını almaq üçün qanunvericilikdə hansı təminatlar nəzərdə tutulub? Əmək məcəlləsinin 16-cı maddəsinə görə işçilərin əmək fəaliyyəti zamanı ayrı seçkiliyinə, dininə, irqinə, cinsinə və digər partiya mənsubiyyətinə görə ayrı seçkiliyin yol verilməsinin qadağan edilməsi nəzərdə tutulmuşdur və bununla bağlı dövlət tərəfindən nəzarət tədbirləri həyata keçirilir və vətəndaş müraciətləri araşdırılır. Əgər hər hansı bir işçi gender bərabərliyindən məruz qalırsa, dövlət əmək müfəttişliyinə və yaxud da məhkəmə qaydasında bu ayrı seçkiyə məruz qalması ilə bağlı iddia qaldırıb müraciət edə bilər. Bəs bu ayrı seçkiliklə bağlı dedik ki, bunu işçi özü necə müəyyənləşdirə bilir ki, bu ayrı seçkilikdir və yaxud da hansı hal ayrı seçkilik hesab oluna bilər? Ayrı seçkilik bizim bəzən rast gəldiyimiz tək ki, bir iş yerində qadınların
işə qəbul olunmasında yaş məhdudiyyətinin qoyulması gender bərabərliyin pozulması deməkdir. Tək ki, bir yerdə sahibkar işçi işə qəbul edir, 30 yaşa qədər qəbul olunur. Əgər ona heç bir hüquqi əsas yoxdursa, artıq gender bərabərliyin pozulmasıdır. Çox da ağır olmayan işlərə qadınların işə cəlb edilməməsi, kişilərin daha çox o həmin işlərə cəlb edilməsi gender bərabərliyinin pozulmasıdır. Halbuki həmin sahədə qadınların işlənməsinə məhdudiyyət qanunvericiliyi üzərində yoxdur və bu cür hallar tətbiq olunursa gender bərabərliyinin pozulması deməkdir. Əslində bizdə isə tamam fərqli bir mövzu ilə bağlı suallar yazırlar. İstərdim tamaşaçıların da suallarını oxuyaq. Söhbət nədən gedir? Bayram günlərində işləyən işçilərin əmək haqqının hesablanmasından soruşurlar. Bununla bağlı məlumat verə bilərikmi? Hansı qayda ilə hesablanır? Bayram günlərində deyək ki, aylıq əmək haqqı alan işçilərin əmək haqqları bayram günlərində heç bir kəsim olunmur. Deyək ki, mart ayında 16 iş günü olacaqsa, 600 manat əmək haqqı alan 600 manat əmək haqqı almalıdır. Bayram günlərində əmək haqqlarının kəsimləri nəzərdə tutulmamışdır. Edilirsə belə bir hal qanunvericiliyin tələblərinə ziddir. Görülən işə görə, yəni vaxtımız əmək haqqı sistemində bu cür kəsimlərin edilməsi qadağandır. Görülən işə görə əmək haqqı ödənilirsə, həmin dövrlərdə iş fəaliyyəti olmayıbsa, bəli, əmək haqqının ödənilməməsi məqbuldur. Amma vaxta görə münasibətdə bayram günlərinə görə əmək haqqılar ödənilməlidir. Ola bilsin, vətəndaş bayram günlərində artıq işə cəlb etmə ilə bağlı, yəni onun iş vaxtı bayram günü deyil, əgər bayram günündə işə cəlb olunursa, əmək haqqları 2 qat ödənilməlidir. Aydındır. Bundan başqa bizdən soruşan deməli vətəndaşlarımız var. Soruşurlar ki, bayram gündən öncə qısaldılmış iş rejimi bütün sahələrə mi tətbiq olunur, yoxsa yalnız 8 saatlıq adi qaydada işləyənlərə? Yox, əmək məcəlləsi mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə tətbiq olunur. Bayram günlərində qabaq iş gününün müddəti bütün iş yerlərində 1 saat qısaldılmalıdır. 1 saat qısaldılmalıdır bütün iş yerlərində. Bundan başqa bizdən soruşurlar ki, məzuniyyətə çıxmaq üçün hər iki tərəfin razılığı olmalıdırmı? Yoxsa bir tərəf israrlı şəkildə bunu tələb edirsə, digər tərəfdə təmin etməlidir? Əvvəlki qanunvericiliyə görə, yəni bu əmək məcəlləsinə son edilən dəyişikliyə görə, işçilərə əmək məzuniyyətləri onların ərizəsi əsasında, yəni tərəflərin razılığı ilə verilirdi. Lakin bəzi hallarda biz bilirik ki, əmək məzuniyyətinin verilməməsi özü inzibati məsuliyyətə səbəb olan haldır. İşçiyə bu və digər səbəblərdən əmək məzuniyyəti verilmirsə, işə götürən inzibati qəddə məsuliyyət daşıyırdı. Və bu da bir qədər sosial ədalətsizliyə gətirib çıxarırdı. İşçi var, deyir ki, mən məzuniyyət müddəti olsa da, deyir, mən məzuniyyətə gelmirəm. Ərizə vermirdisə, işə götürən də onu məcburi məzuniyyətə buraxa bilmirdi. Yeni qanunvericiliyə görə isə hər ilin yanvar ayının əvvəlində bütün iş yerlərində məzuniyyət qrafiki tərtib olunmalıdır. İşə götürən öz iş rejiminə uyğun olaraq işçilərin bərabər hüquqlarını qorumaqla məzuniyyət müddətləri müəyyən etməlidir və işçi həmin məzuniyyət qrafiki ilə tanış edilməlidir. Məzuniyyət qrafiki işə görən tərtib edilibsə, tutaq ki, yanvar, dekabr, noyabr aylarında onun məzuniyyət müddəti müəyyən olunubsa, işçi ərizə vermədən işə götürən onun məzuniyyətə buraxma hüququ var. Digər bir sual isə işdən sonra işə cəlb olunmaqda olunarkən gün 2 qat mı hesablanır? Yəqin ki, əmək haqqını nəzərdə tutur. Bəli. İş vaxtından, bütün hallarda iş vaxtından artıq işlər müddətindən asılı olmalı 2 qat ödənilməlidir. Və bu işçinin razılığı əsasında olmalıdır. Təbii ki, artıq işə cəlb etmək işçinin razılığı yoxsa cəlb edilə bilməz. İşçinin əmək funksiyası onun əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliklərdən ibarətdir və orada iş vaxtı göstərilib. O iş vaxtından artıq iş vaxtında işə cəlb etmə halı və zəruriyyəti yaranırsa, işə götürən mütləq işçinin razılığını almalıdır. Razılıq olandan sonra işə cəlb edə bilər və əmək haqqısı 2 qat ödənilməlidir. Deməli, məzuniyyətin ilk vaxtları bayram günlərinə təsadüf edir. Belə olan halda məzuniyyət pulu necə hesablanacaq? Məzuniyyətin ilk ayları məzuniyyət dövründə bayram günlərinin təsadüf edirsə və məzuniyyət günlərinə bayram günləri düşürsə, onun məzuniyyəti
dövlətin müəyyən etdiyi gün əsas və əlavə məzuniyyətə görə müəyyənləşdirilir. Neçə gün bayram günləri həmin məzuniyyət dövrünə təsadüf edirsə, həmin günlərdə işçiyə əlavə məzuniyyət verilir, ödənişsiz məzuniyyət verilir və ümumi məzuniyyət günlərinə daxil edilir. Amma yenidən işçi həminki günləri götürə bilər, ödənişsiz məzuniyyət kimi. Bəli, götürə bilər. Digər bir sual bizə yazıblar. Analıq məzuniyyətinə vaxtından əvvəl çıxmaqla bağlı qanunvericilikdə hər hansı müddəa varmı? Analıq məzuniyyəti məlum olduğu ki, əmək məcəlləsinə görə ilkin olaraq 156 gün müəyyən olunub. 56 əvvəl, doğuşdan əvvəl, 70 gün isə doğuşdan sonraki müddət üçün müəyyən olunub, 126 gün. Lakin həkim rəyi əsasında zəruriyyət yaranarsa əvvəl məzuniyyətin verilməsi həkim rəyi əsasında verilə bilər. Həkim rəyi əsasında əvvəlcədən verilə bilər. Digər bir sualda işçinin məzuniyyətdən geri çağırılması ilə bağlıdır. Belə olan halda əmək haqqı saxlanılırmı, yoxsa məzuniyyətin pulunda o nəzərə alınır? İşçi əmək məzuniyyətdədirsə, onun məzuniyyətin geri çağırılması da yenə də işçinin razılığı ilə həyata keçirilməlidir. İşçi razıdırsa, onu məzuniyyətdən geri çağırılıb müəyyən istihsalat zəruriyyətinə alıqda işə cəlb etmək olar. Bu halda ya işçiyə gördüyü işə görə əmək haqqı verilməlidir, istifadə etmədiyi məzuniyyət günlərinə görə isə istədiyi vaxt ödənişsiz məzuniyyət verilməlidir. Çünki işçi məzuniyyətə gedəncə onun məzuniyyət haqqı verilib artıq. Əgər işə cəlb olunursa, əmək haqqı ödənilir və yaxud da ki, onun həmin məzuniyyətə görə əlavə ödənişsiz məzuniyyət verilir və o məzuniyyət işçinin arzusuna uyğun olaraq istədiyi vaxtda verilməlidir. Aydındır. Digər bir sualda var. Deməli, valideynlərinin razılığı ilə uşaqlar neçə yaşından əmək fəaliyyətinə başlaya bilərlər? İşçilərin, valideynlərin razılığı ilə uşaqlar 16 yaşından 18 yaşına kimi işə cəlb edə bilərlər. Bu halda valideynlərinin birinin və yaxud da qayyumluğu götürülən şəxsin razılığı olunmalıdır mütləq. Belə olan halda həminki 16-17 yaşlı uşaq neçə saat işləməlidir? Onlar 6 saatdan artıq işə cəlb edilə bilməz və bir halda var ki, onlar ağır, zərərli sahələrdə işlədilə bilməz. Vətəndaşın sağlamlığı və psixoloji durumuna təsir edən məhsulların satışı, spirtli içkilərin, siqaretin və digər məhsulların satışı yerlərində işə cəlb edilə bilməzlər. Onlar daha yüngül işlərə cəlb olunmalıdır. Aydındır. Bizim suallarımız davam edəcək. Əziz dostlar, siz isə bizə yaza bilərsiniz. Bizi canlı izləyirsiniz bu dəqiqələrdə müxtəlif platformalarda. TikTokda, Instagramda, YouTube'da və Facebookda əlbəttə ki izləyirsiniz. Biz danışırıq gender bərabərliyi, əmək bazarında gender bərabərliyinin təmin olunması mövzusunda danışırıq və bizim qonağımız Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin rəisi Etibar Vəliyevdir. Bu günləri bizimlə birlikdə həm bizim, həm də sizin sualları cavablamış olur əziz dostlar. Və eyni işə görə qadın və kişilərə bərabər əmək haqqının verilməsi prinsipi necə tənzimlənir? İşçilərə əmək haqqının verilməsi prinsipləri əmək məcəlləsi ilə əməyin ödənilməsi sahəsində dövlətin müəyyən etdiyi qaydalar və normativlər əsasında müəyyənləşdirilir. Deyək ki, bir vəzifə üzrə əmək haqqı müəyyən olunubsa, o həm qadınlar, həm kişilər üçün həmin vəzifədə çalışırsa, eyni ödəniş verilməlidir tarif dərəcəsinə görə. Deyək ki, 5-ci dərəcənin əmək haqqısı 700 manatdırsa, həmin sahədə qadın da işə cəlb olunsa 700 manat ödənilməlidir, kişi də. Orada qanunvericidə əməyin ödənilməsi sahəsində heç bir qanun fərq nəzərdə tutulmadığına görə eynidir və o bərabərlik gözlənilir. Bəs qadınların əmək bazarında iştirakının artırılması üçün dövlət tərəfindən hansı təşviqat mexanizmləri tətbiq olunur? Qadınların əmək bazarında iştirakının aktivləşdirilməsi üçün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür. Bununla bağlı qadınların əməyə cəlb olunması və ayrı seçkinin yol verilməsi üçün dövlət 2028-30-cu illərin dövlətin fəaliyyət proqramına baxanda görürük ki, hər bir nazirliklər üzrə bu sahədə maarifləndirici tədbirlərin aparılması nəzərdə tutulmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, istər yerli bölmələri Dövlət Əmək və Xidmət tərəfindən də hər il bu maarifləndirmə tədbirləri regionlarda keçirilir. Qadın əməyindən istifadə və gender bərabərliyinin qarşısının alınması üçün sahibkarlarla maarifləndirici tədbirlər görülür və bu sahədə sahibkarların üzərinə də böyük vəzifələr düşür. Onlar da bu qanunun tələblərini icra edilməsi üçün müvafiq işlər görməlidirlər və qanunun tələblərinə əməl etməlidirlər ki, biz bu ayrı-seçkiliyin baş verdiyini sezməyik. Bəs qadınların rəhbər vəzifələrdə təmsilçiliyinin artırılması üçün mexanizmlər, tədbirlər varmı? Qadınların rəhbər vəzifəsində çalışması üçün bizim bugün vizual gördüyümüz çox sahədə, istəyir Milli Məclisdə, qanunverici orqanlarda qadınların sayının artdığını biz statistik məlumatlara görə müşahidə edirik. Bugün dövlət tərəfindən qadınların rəhbər vəzifədə çalışmaları üçün bütün şəraitlər yaradılıb. Çox təəssüflər olsun ki, bəzi hallarda bu qadınların ailə məişət şəraiti ilə bağlı bu monitorinqlərdə, bu müsabiqələrdə iştirakına mane olur. Deyək ki, uşağın dünyaya gəlməsi ilə bağlı sosial məzuniyyətlərin götürülməsi, uşağın 3 yaşa kimi qulluğuna görə ona məcburi qulluğun göstərilməsi, bəzi hallarda qadınların bu karyera inkişafına maneçilik törədir. Bu təbii hallardır. Bunu bəs iş və ailə həyatının balanslaşdırılması baxımından qadınların qarşılaşdığı çətinliklərdən ən böyük çətinliklər, bəli, elə onlardır ki, qadın istər-istəməz övladının boya-başa çatdırılması üçün, ona qulluq üçün sosial məzuniyyətlər götürmək məcburiyyətinə qalır və iş və karyera baxımından bir qədər balansı pozur. Amma dövlət tərəfindən onlara bu sahədə güzəştlər olunur, onların sosial məzuniyyətlərin ödənilməsi, əmək haqlarının, iş yerlərinin saxlanılması ilə bağlı kompleks tədbirlər görülür ki, qadınlar bizim gələcək nəslin inkişafında rolları, xidmətləri yetərincə ola bilsin. Aydındır. Əziz dostlar, biz davam edəcəyik. Sosial saatdasınız. Kiçik bir fasilə, fasilənin ardından təkrar qayıdırıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid sosial registri olan e-sosial internet portalı yenilənmiş versiyada vətəndaşların istifadəsinə verilib. Son yeniliklərə əsasən portalda elektron xidmətlər müvafiq kateqoriya halında yerləşdirilib və saytda filtrləmə funksiyası aktiv edilib. Bu da vətəndaşa lazım olan xidməti rahatlıqla tapmaqda kömək edir. Nazirliyin təqdim etdiyi sosial xidmətlərə müraciətlər bölməsi vasitəsilə keçid verilib. Bu bölməyə keçid etməklə zəng sifarişi, elektron müraciət, elektron növbə kimi xidmətlərdən istifadə etmək mümkündür. Portalda web və mobil tətbiq üzrə bir sıra xidmətlərə düzəliş və əlavələr də edilib. İstehsalat zədələri olduğu halda bu haqda məlumatların şəxsi kabinetdən izlənilməsi, ictimai işlərə cəlb edilmiş şəxslərin siyahısının portalda əks olunması, peşə və kvalifikasiya standartlarının reyestrinin təkmilləşdirilməsi, ünvanlı dövlət sosial yardım alan şəxslərin siyahısının təkmilləşdirilməsi, yaxın tarixdə reabilitasiya müəssisələrində olan boş yerlərin siyahısının portalda əks olunması, əmək haqqı hesablanmasının mobil tətbiqdə təkmilləşdirilməsi, pensiya kalkulyatorunun təkmilləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi və ya çağırışçının tibbi şəhadətləndirilməsi haqqında məlumatın əksi, ev təsərrüfatının uçotu aparılarkən daimi yaşayış üzvləri haqqında məlumat, məzunların məşğulluq reytinqi. Bundan əlavə, yenilənmiş portal istifadəçilərə qeydiyyat tələb etmədən Zəfər alt sistemində statusun və arayışlar bölməsində arayışların yoxlanılmasını təmin edir. Həmçinin arayışları QR kod vasitəsilə skan edərək təsdiqləmək mümkündür. Portaldakı yeniliklərdən biri də e-arayış bölməsidir. Vətəndaşlar bu bölməyə keçid edərək Nazirliyin təqdim etdiyi fəaliyyət istiqamətlərinə uyğun pensiya, müavinət, əlillik, iş yerinə dair arayış, ünvanlı dövlət sosial yardımı, işsizlikdən sığorta, özünü məşğulluq, reabilitasiya kartası, tibbi arayış və sair kimi arayış növünü seçə bilərlər. Portalın mobil versiyasında da yeniliklər təqdim olunur. Artıq tətbiq 2 rejimdə, gecə və gündüz rejimlərində istifadəyə uyğunlaşdırılıb. Digər yenilik isə portalın web versiyasında əlilliyi olan şəxslər üçün müyəssərlik menyusunun əlavə edilməsidir.
Bu, əlilliyi olan istifadəçilər, o cümlədən epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə, sağlamlıq imkanları məhdud istifadəçilər üçün nəzərdə tutulmuş funksionallıqdır. Bütün yeniliklər və əlavə funksionallıqları ilə sosial internet portalı vətəndaşlara sosial sahə ilə bağlı elektron xidmətlərə keçid təmin edir. Sosial internet portalı sürətli, funksional və əlçatandır. Minlərlə danılmaz uğur, vətəndaş məmnunluğu, qurulmuş kiçik biznes və təsərrüfatlar, özünü məşğulluq proqramının iştirakçıları. Bütün bunlara dair məlumatlar vahid portalda. Özünü məşğulluq proqramına cəlb olunaraq aktivlərlə təmin edilən vətəndaşların reyestri hər kəs üçün əlçatandır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında özünü məşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat bölməsində siz, aktivlərlə təmin olunan vətəndaşların adlı siyahısı, hər bir iştirakçının proqrama cəlb edilməsindən sonraki mərhələlər, biznes planın reallaşdırılması üçün bağlanmış müqavilə, aktivlərin təhvil verilməsinə dair aktlar, aktivlərin sayı və keyfiyyəti, aktivlərin verilməsi prosesini əks etdirən video və foto materiallarla tanış ola bilərsiniz. Sən də biznesini yarat, özünü məşğulluq proqramının iştirakçısı ol. Əmək müqaviləsi bağlamadan işləmək işçini layiqli əmək və sosial təminat hüquqlarından məhrum edir. Yeni rəqəmsal platformalar əmək müqaviləsinin bağlanması prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edir. İşçi və işə götürənlər arasında əmək müqavilələri əmək və məşğulluq alt sistemi platformasında elektron qaydada imzalanır. Bu proseslər Sima imza, Asan imza və elektron imza vasitəsilə həyata keçirilir. Eyni zamanda e-sosial portalının mobil tətbiqinə əlavə olunmuş yeni funksiya sizə bir kliklə əmək müqaviləsini imzalamağa imkan verir. Necə? İşə götürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın e-sosial mobil tətbiqində əmək müqaviləsinin imzalanması bölməsində əks olunur. İşə qəbul olunmuş şəxs bu müqaviləni Sima rəqəmsal imza və ya Asan imza vasitəsilə rahat şəkildə imzalaya bilir. İşə götürənlərin diqqətinə. Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin son müddəti iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işə götürənlər üçün 2025-ci il 1 iyul, ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işə götürənləri üçün isə 2026-cı il 1 yanvardır. Əlavə məlumat üçün 142 çağrı mərkəzinə müraciət edə bilərsiniz. Əmək müqaviləsi ilə sosial hüquqlarımızı birlikdə qoruyaq. Əziz dostlar, əmək bazarında gender bərabərliyi mövzusunu danışırıq. Bizim studiyamızın qonağı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin rəisi Etibar Vəliyevdir. Bizimlə birlikdədir. Həm sizin, həm də bizim sualları cavablamış olur. Etibar, mən yəni vaxt itirmədən vətəndaş suallarından davam edək. Biz soruşurlar bizdə iş yerində baş vermiş bədbəxt hadisə ilə bağlı bir həftə sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməsi düzgündürmü? Xeyr. İqtisad sahələrində mülkiyyətindən asılı olmayaraq baş vermiş bədbəxt hadisələr həmin gün Dövlət Əmək Müfəttişliyinə məlumat verilməlidir. Həmin gün məlumatın verilməməsi inzibati məsuliyyətə səbəb olan haldır. Bir həftə müddətində məlumatın verilməsi artıq gecikmiş haldır və inzibati məsuliyyətə səbəb olacaq. Aydındır. Ondan sonra soruşurlar ki, 14 günlük belə deyək, işdən icazə, öz hesabına icazə almaq hər iki tərəfin razılığı ilə mi olmalıdır? Burada gün fərqi var mı? 14 gün olsun, 5 gün olsun və yaxud da bir neçə gün? Minimum 14 gündür. Əlbəttə, tərəflərin qarşılığı razılığı iləndir. İşçinin ailə və məişət işlərin görülməsi, səhhəti ilə bağlı, müayinələrdən keçməklə bağlı
və digər hallarına əsaslandırılmış arqumentlər əsasında işə götürən onlara 14 gün öz hesabına məzuniyyət verilə bilər. Əmək məcəlləsinə edilmiş yeni bir dəyişiklik fürsət istifadə edərkən onu da deyək ki, əvvəl deyək ki, uşağın doğuşuna görə qadına verilən sosial məzuniyyət dövründə kişilərə 14 gün müddətində ödənişsiz sosial məzuniyyət verilirdi. Əmək məcəlləsinə edilən son dəyişikliyə əsasən artıq həmin ödənişsiz məzuniyyət ödənişli məzuniyyətlə əvəz edilmişdir. Yəni, qadın sosial məzuniyyətdə olduğu dövrdə kişi istər doğuşdan əvvəl, istər doğuşdan sonraki dövrdə 14 gün ödənişli məzuniyyət almaq hüququ vardır. Digər bir sual isə əmək məzuniyyətinə çıxarılma ilə bağlı dediyiniz qrafikdə dəyişiklik eləmək olarmı və yaxud da bu imkan necə verilir? Əgər məzuniyyət qrafiki təsdiq olunubsa, ona dəyişiklik işçinin ərizəsi və işə götürən razılığı ilə mümkündür. Əgər o istehsalın axın xəttini və işin gedişinə mənfi təsir göstərməyən bir haldırsa, işə götürən istəsə məzuniyyət qrafikini dəyişiklik edə bilər. Aydındır. Əziz izləyicilər, sizin suallarınız gəlməkdə davam edir. Biz də onlara səsləndirəcəyik. Biz danışdıq analıq məzuniyyətindən. Analıq məzuniyyətinə bağlı və ailə ilə bağlı sosial təminatların qadınların əmək bazarında iştirakına necə təsir göstərir? Ümumiyyətlə mövcud analıq məzuniyyəti olsun, ailə ilə bağlı sosial təminatlar olsun. Biz statistik məlumata baxanda bu gün Azərbaycanda qadınların sayı kişilərin sayında cüzi də olsa fərqlə müşahidə olunur. Deyək ki, 48% ölkə əhalisinin kişilərdir, 52% isə qadınlardır. Əmək bazarında Azərbaycanda mən deyərdim ki, belə də güclü bir fərq yoxdur qadınlarla kişilər arasında. Düzdür, qadınların sayı bir qədər azdır əmək bazarında. O sayının azalması, az olması elə qadınların sosial şəraitləri ilə sosial məzuniyyətlərə, uşaq doğuşuna və ona qulluğa görə 3 yaşa kimi məzuniyyətlərin götürülməsi və digər hallarla bağlıdır. Əmək bazarına mənfi təsiri o halda olur ki, hamilə qadınların işə götürülməsində sahibkarlar iş yerlərində bir qədər tərəddüd edilər. Təəssüflər olsun ki, əmək məcəlləsinin 11-ci maddəsinə görə işçi ilə əmək müqaviləsi bağlamaq və xitam vermə hüququ işə götürənə verilmişdir. Bu hüquqların məhdudlaşdırılmasına da yol verilmir. İşə götürən hansı prizmadan yanaşırsa qadınla hamilə ərəfəsində müqavilənin bağlanmaması qarşısını almaq hələ bugün bir qədər çətinlik yaradır. Amma bununla bağlı da bir şikayət əmək müfəttişinə hələ ki daxil olmayıb ki, bu sahəyə görə bizlə müqavilə bağlamırlar. Davam edirik. Deməli, gender stereotipləri əmək bazarında bərabər imkanların təmin olunmasına necə təsir edir? Gender stereotiplərinin əmək bazarına mənfi təsirləri var və bunun qarşısını almaq üçün dövlət müəyyən tədbirlər görür. Deyək ki, əmək məcəlləsinə görə işə götürən əsas hüquqlarıdırsa əmək müqaviləsinin bağlanması və bu cür halların qarşısını almaq üçün tərəfimizdən keçirilən maarifləndirici tədbirlər zamanı işə götürənlərə qadınların sosial şəraiti ilə bağlı, sosial məzuniyyəti ilə bağlı güzəştlərin tətbiq olunması və onların əmək bazarında iştirakı üçün şərait yaradılması onlara tövsiyə olunur. Çünki qadın əgər sosial məzuniyyətə gedirsə, bizim gələcək nəslinin artırılması ilə bağlıdır. Hər bir sahibkar, hər bir iş adamı bu məsələyə önəm verməlidir. Bizim xanımlarımıza xüsusi diqqət olunmalıdır, onların sosial məzuniyyəti ilə bağlı. Bugün mənim işimə mane olar, deyək ki, bir xanımın hamiləliyi bu mənfi yanaşmadır və bu gender bərabərliyin pozulmasıdır. Əgər doğuşdan sonra xanım 3 yaşa kimi uşağa sosial məzuniyyət götürürsə, işə götürən hüququ var ki, həmin müddət ərzində digər işçi ilə əvəzləyib əmək müqaviləsi bağlasın. Və bunların qarşısını almaq üçün bizə müraciət olduğu təqdirdə köklü tədbirlər görülür və qadınların və gender bərabərliyinin aradan qaldırılması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür. Əslində bu qeyri-formal məşğulluğun da aradan qaldırılmasında gender bərabərliyinin təsiri var. Bəli.
qeyri-məşğul, formal məşğulluğun aradan qaldırılması üçün də müəyyən dövlət orqanları ilə birgə əməkdaşlığımız davam edir. Qeyri-məşğulluq sahəsində qadınların əməyindən də qanunsuz istifadə etmə hallarına rast gəlinir. Çox təəssüf olsun ki, işçinin işə ehtiyacını nəzərə işə götürən, onlarla əmək müqaviləsi bağlamadan onları işlərin görülməsinə cəlb edir. İşçi əmək müqaviləsi bağlanmasını tələb etdikdə isə onlarla əmək müqaviləsini bağlamır və işə götürməkdən imtina edir və bəzi hallarda işçi məcbur olur, müqaviləsiz əməyə cəlb olunur. Lakin araşdırmalar zamanında bu hallar aşkar olunursa, qanunvericiliyin tələblərinə uyğun inzibati məsuliyyət tədbirləri görülür. Bəs ümumiyyətlə Dövlət Əmək Müfəttişliyi Xidmətinin gender bərabərliyinin təmin olunması istiqamətində hansı nəzarət və maarifləndirmə tədbirlər həyata keçirir? Nəzarət tədbirləri vətəndaşların müraciəti əsasında biz apara bilirik ki, əgər vətəndaş müraciət edirsə, onun hüquqları pozulub bu və digər sahədə biz müvafiq araşdırmaları aparır, hüquqlarının bərpası üçün bütün tədbirləri görürük. Yoxlamalar məlum məsələdir ki, bizdə müvəqqəti olaraq dayandırıldığına görə yerlərdə bu nəzarət mexanizmini tətbiq etmək mümkün deyil hələlik. Amma biz ildə 4-5 dəfə bütün sahalar üzrə, o cümlədən qadın əməyindən istifadənin qadağan olunduğu iş yerləri, gender bərabərliyi və qadınların sosial hüquqları ilə bağlı maarifləndirici tədbirlər sahibkarlarla keçirilir və bu tədbirlər zamanı onlara qanunvericiliyin tələbləri və onların qarşısında duran hüquq və vəzifələr izah olunur. Aydındır. Bəs gələcəkdə əmək bazarında gender bərabərliyinin daha effektiv təmin olunması üçün hansı addımların atılması vacib hesab olunur? Gender bərabərliyinin qarşısının alınması üçün gələcəkdə işə götürənlər üçün yenə də həmin maarifləndirici tədbirlərin davam etdirilməsi və dövlət tərəfindən gender bərabərliyinin qarşısının pozulmasında daha ciddi nəzarətin tətbiq olunması nəzərdə tutulur və bu sahədə yol verən işə götürənlər barəsində inzibati tədbirlərin görülməsi nəzərdə tutulur və düşünürəm ki, bizim bu maarifləndirici tədbirlər və dövlətin nəzarət mexanizmləri ilə qanunun bizə verdiyi bu üstünlüklərlə biz bunların qarşısının alınmasına nail ola bilərik. Biz sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun. Bu günləri sosial saatda oldunuz və bizimlə bu barədə həmsöhbət oldunuz. Əziz dostlar, bizim studiyamızın qonağı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran Astara Regional Şöbəsinin rəisi Etibar Vəliyev idi. Bizimlə birlikdə idi. Mən sizinlə sağollaşıram. Növbəti sosial saatda görüşmək ümidi ilə. Sağ olun.